Кто знает, что есть такой вид спорта, его называют Kim bilir, belə bir idman növü var, onun adı belədir. ретро-бег. Retro qaçış Знаете? idman növü. И на английском это ретро-раннинг. Да? Yəni ingiliscində retro running. Я тоже не знал. Mən də bilmirdim onun barəsində. Это бег задом наперед. Yəni bu arxa-arxaya qaçmaqdır. Да. Существуют различные чемпионаты мира в разных частях мира. Yəni dünyada müxtəlif hissələrdə müxtəlif dünya çempionatları mövcuddur. Есть на 100-метровку, на 400 метров, даже на марафон. Yəni ki 100 metrəlik, 400 metrəlik qaçışlar, eləcə də marafon qaçışları Да, mövcuddur. знаете, поняли, да? Yəni başa düşdünüz də, yəni geriyə qaçırıq. Да. И такой интересный факт, что в 2024 году Və belə bir maraqlı fakt var ki, 2024-cü ildə в Австралии на чемпионате парень из Ирландии по имени Конор Фицджеральд, он занял первое место. deməli İrlandiyadan olan bir oğlan Conor adında, Da. o birinci yeri tutdu bu yarışda. Да, не Конор Макгрегор, Фицджеральд. Conor McGregor yox, Conor Fitzgerald. Да, и в общем, он pробежал больше 42 километров. Yəni qısa olaraq deyim ki, 42 kilometrdən çox məsafəni geri arxa-arxaya qaçdı. За 3 часа 41 минуту. Там сколько-то секунд еще. Və bu məsafəni 3 saat 41 dəqiqəyə qət etdi. Представляете, 3 часа 41 минуту задом. Təsəvvür edirsiniz, 3 saat 41 dəqiqə arxa-arxaya qaçırsan. Да, и наш мозг, он не привык к таким движениям. Yəni bizim ağlımız belə hərəkətlərə öyrəşməyib. Это невозможно. Yəni bu mümkün deyil. И поэтому люди ставят рекорды. Yəni buna görə də insanlar rekordlar qırırlar. Да, но, знаете, мы люди такие, что мы можем побить даже и этот рекорд. Və bilirsinizmi, biz elə adamlarıq ki, hətta belə bir rekordu qıra bilərik. Да, мы не можем бежать физически, Yəni düzdür, biz fiziki olaraq belə qaça bilmirik, но мы можем бежать здесь. amma biz burada qaça bilərik. Мы можем смотреть вперед спиной. Yəni irəli kürəyimizlə baxa bilərik, arxamızla baxa bilərik. Это мозг противится, это невозможно, но мы как-то умудряемся это делать. Yəni ağlımız buna qarşı durur, yəni amma biz bunu necəsə edə bilirik. Можем такое мы делать? Yəni belə bir şey edə bilərikmi sizcə? Знаете, мы можем смотреть на наше прошлое, Yəni biz keçmişimizə baxa bilərik. которое удерживает нас от будущего. O keçmiş ki bizi gələcəkdən tutub saxlayır. Да, и поэтому апостол Павел говорит в послании к филиппийцам, 3 глава, 13-14 стихи. Və buna görə də həvari Pavel Filiplərə məktubun 3-cü fəslinin 13-14-cü bəndlərində deyir. Забывая заднее, простираясь вперед. Və deyir ki, keçmişdə olanları unudaraq, arxada qalanları unudub, qarşıda olana çatmaq üçün cəhd edirik. Да, и 14 стих. Və 14-cü bənddə Стремлюсь к цели, к почести вышнего звания Божия во Христе Иисусе. Və deyir ki, və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsa'da yuxarıya çağırışına nail olum. Да, только забывая заднее, мы можем простираться вперед. Yalnız keçmişdə olanları unudaraq biz irəli can ata bilərik. И знаете, на самом деле даже не важно, какое это прошлое. Və bilirsinizmi, əslində keçmişin necə olmağı vacib deyil. Обычно мы думаем, что, наверное, плохое прошлое не нужно думать, а вот хорошее прошлое надо Adətən fikirləşirik ki, yəqin ki, мумифицировать. pis keçmişi unutmaq lazımdır, amma yaxşı keçmişi yadda saxlamaq lazımdır. Но любое прошлое. Amma istənilən cür keçmişimizi. Да, Иисус Христос говорил, что тот, кто взял плуг и вышел на поле, Və İsa Məsih deyir ki, kötana əlini qoyub tarlaya çıxan adam и озирается назад, тот неблагонадежен. Keçmişə əgər dönüb baxarsa, o yaxşı işçi deyil. А что сделал пророк Елисей, когда пророк Илья призвал его на служение? Помните? İlyas peyğəmbər Elişa peyğəmbəri xidmətə çağıranda, dəvət edəndə Elişa peyğəmbər nə etdi? Yadınızdadır? Он сжег свой плуг. Və öz kötanını götürüb yandırdı. Он пошел вперед. Və irəli getdi. Знаете, у апостола Павла было, что что-то в прошлом. Və bilirsinizmi, Həvvari Pavelin də keçmişdə nələrisə var idi. И ему это напоминали.
və ona hər zaman bunu xatırladırdılar. Это было нехорошее прошлое. Və onun keçmişi yaxşı keçmiş değildi. И даже в какое-то время он был не рукопожатным. Və hətta elə vaxtlar vardı ki, onun əlini belə sıxmırdılar. Да, и наконец пришел Варнава и все изменил. Nəhayət ki, Barnaba gəldi və hər şey dəyişdi. И апостол Павел, как он отвечает? Он говорит, что «Я есть тот, кто я есть, по благодати Божьей». Həvari Pavel cavab verərək deyir ki, Məsihdə mən kiməmsə oyam. Итак, наше прошлое может нас осуждать. Və bilirsinizmi, keçmişimiz bizi mühakimə edə bilər. И мы не должны жить в прошлом. Və biz keçmişlə yaşamalı deyilik. И также другая сторона. Və eləcə də başqa bir tərəfi. В прошлом могут быть очень хорошие вещи. Keçmişdə çoxlu yaxşı şeylər ola bilər. Много побед может дать нам Господь. Дал нам Господь в прошлом. Tanrı keçmişdə bizə çoxlu qələbələr verib. Но мы не живем прошлыми победами. Amma Да? biz keçmişdəki qələbələrlə yaşamırıq. Помните, когда после Вавилонского плена народ израильский построил новый храм? Yadınızdadır Babil əsirliyindən qayıdan İsrail xalqı yeni bir məbəd tikdi. И там было две группы людей. Və orada iki qrup insan var idi. Молодое поколение, оно радовалось. Новый храм, новое начало. Gənc nəsil sevinirdi ki, yeni bir məbəd tikilib, yeni bir başlanğıc var. Tот, кто во Христе, апостол Павел говорит, тот новое творение. Və Həvari Pavel deyir ki, İsa Məsihdə olan kəslər yeni yaradılışdır. Древнее прошло, теперь все новое. Keçmiş, keçdi, getdi, artıq hər şey yenidir. А старое поколение, оно плакало. Amma yaşlı nəsil isə ağlayırdı. Потому что в прошлом другой храм был более величественный. Çünki keçmişdə olan məbədin ehtişamı daha böyük idi. Разве это не похоже на нас? Məgər bu bizə bənzəmirmi? Я до сих пор встречаю людей, которые ностальгируют о Советском Союзе. Və hələ də o insanlarla rastlaşıram ki, onlar Sovetin Ой, nostalgiyasını какое там было yaşayırlar. бесплатно, как там это было Və бесплатно. deyirlər ki, ayda o vaxt belə pulsuz idi hər şey, müftə idi hər şey. Или церковь наша. Və ya bizim Ой, в kilsəmiz. 90-е годы мы делали то, Ay, то. 90-cı illərdə biz nələr edirdik. Но нам нужно двигаться вперед. Amma bizə irəli getmək Во Христе lazımdır. Иисусе, İsa хорошо? Məsihdə. Вот моя мысль. Смотреть на Иисуса Христа, как сказал Fikrim Тимур Мялин. bundan ibarətdir. Timur müəllimin dediyi kimi İsa Məsihə baxırıq. И Господь нам даст много-много-много новых побед. Və Rəbbimiz də bizə çoxlu yeni qələbələr Вот verəcək. наше будущее. Bax, budur bizim gələcəyimiz. Дух и невеста говорят. Ruh və gəlin deyir. Приди, Господь, приди. Gəl ya Rəbb, gəl. Мы живем в будущем. Biz gələcəklə yaşayırıq. Помните, фильм был такой, когда Belə bir film var idi один молодой парень, «Назад в будущее» называется. və o filmin adı keçmiş gələcək gələcəyə qayıdış idi yoxsa Да, nəsə когда герой этого фильма, он pытался вернуться в прошлое, поменять его. və bu filmin qəhrəmanı keçmişinə qayıdıb onu keçmişi dəyişmək istəyirdi. Но не получается, невозможно. Amma alınmırdı, mümkün değildi. Поэтому наше будущее – это Иисус Христос. Və buna görə də bizim gələcəyimiz İsa Məsih.